Salam əziz izləyicilər, mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün belə bir sualın izahına baxacağıq. Choose the compound nouns, mürəkkəb isimləri seçin. Birinci sözə baxaq, seashore. Sea və shore sözlərinin birləşməsinə əmələ gəlmiş mürəkkəb isimdir. Mənası dəniz sahili. Birinci söz mürəkkəb. İkinci, meadow, çəmən, sadə sözdür. İkinci getdi. Üçüncü sözə baxaq. German. Bu milliyyət bildirən sadə isimdir. Alman. Üçüncü getdi. Dördüncü söz statesman. Dövlət xadimi deməkdir mənası. States və man iki müstəqil sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb isimdir. Beşinci söz statement. Ment suffiksi ilə düzəlmiş derivativ, yəni düzəltmə isimdir. Beşincini də çıxdı. 1, 4, Y variantı düzgün cavab. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Hansı mövzunun test izahını istəyirsinizsə, rəy bölməsində qeyd etməyi unutmayın.